Ümumiyyətlə bu məsələyə daha dərindən yanaşmaq biraz məni aşan məsələdir. Amma onu deyə bilərəm ki, komandanın içində olan biri, komanda məşqçisi olaraq deyə bilərəm ki, bu düzgün qərar deyil, düzgün fikir deyil. Biz sırf belə deyək ki, bir nəfərə dayanan idarəçilik sistemindən, yəni şəxsi bir insanın idarəsindən fəaliyyət göstəririk, oyunlarımızı oynayırıq. Heç bir dəstək, əlavə dəstəyimiz də yoxdur. Bildiyiniz kimi çox gərgin oyun idi. Əvvəlcədən final oyunu kimi bunu belə deyək nəzərə almaq olar. Sırf həqiqətən də final oyunu kimi getdi, gərgin də alındı. Düzdür, rəqibə qarşı yaxşı hazırlaşmışdıq. Momentlərimiz də oldu ki, dəyərləndirə bilmədik. Amma hər halda 1-1 bitsə də, belə deyək ki, aramızdakı 3 xal yenə də qalır. Ümumi olaraq oyun barədə onu deyə bilərəm ki, biraz sonlara doğru rəqib daha çox atıldı önə doğru və biraz yorğunluq hiss olundu və biz istəmədən zədədən dolayı bəzi oyunçularımızı dəyişdik. İstər-istəməz o komandamızın oyun üslubuna təsir elədi. Hər halda yəni deyirəm ki, lider olaraq komandamı, futbolçularımı hər kəs təbrik edirəm. Çox hakimləri belə deyək tənqid edən bir məşqçi olmamışam heç vaxt. Ona görə ki, onlar da insandılar. Hər birimiz səhv eləyirik. Futbolçular da, məşqçilər də ümumiyyətlə insan amili varsa səhv var. Ola bilər ki, səhv və qərarlar olur. Əsas qərəzli qərarlar olmasın. Hər halda bu xaos, bu təzyiq, bu ciddi oyunda deyərdim ki, ola bilər ki, epizodunu İnqilab Ardasa Məmmədov müəyyən follar verdisə də, amma ümumi olaraq o qədər də pis idarə eləmədi. Hər halda növbəti oyunlarda ona uğurlar arzu edirəm. Mən əvvəlki müsahibələrimdə də qeyd eləmişdim ki, bu turnir elə bir turnirdir ki və komandaların elə bir komandalardır ki, düşünürəm ki, çempionatın sonuna kimi mübarizə davam eləyəcək.